Salam dəyərli izləyicilərim. Mən Rəysəz Ayşən Usta yenə sizinləyəm. Əvvəlcədən like və abunə olmağı qətiyyən unutmayın, like qoymağı da unutmayın. Bugün sizə Kia Picanto markalı avtomobilin çəkişini elib sizə göstərmək istəyirəm ki, maşın bir xanıma məxsusdur və belə deyək, mən burada arxa bamper kraskalanacaq. Çünki belə soyulan yerləri və gördüyünüz kimi zədələri var. Bu tərəfdə biraz cızıqlar var və gördüyünüz kimi bufer çartlayıb vaxtilə kraskalanıb. Əks tərəfdə isə sağ tərəfdə deyək. Bura dəmirçi burada iş görüb. Buradan Əziz Ustaya təşəkkürümü bildirirəm ki, yəni çox gözəl, səliqəli bir iş görüb. Bura mən saat hal-hazırda nazik şpakulyovka çəkmişəm və başlayacağam bunu yonmağa. Tam düzəldəndən sonra ətraflı olaraq bir də sizə göstərəcəm. Hələ ki, mən söküntüyə başlamışam. Ruçkalar və qamışlar çıxacaq. Əlbəttə ki, yəqin ki, güzgü də çıxacaq. Plasmas da söküləcək. Qabaq bamper kraskalanacaq. Çünki qabaq bamperin ətəklərində belə bir qüsurlar var. Struktur olan yerlərdə şpakulyovka vurublar, soyulub. Üst tərəfləri normaldır. Altını kraskalayacağım, amma lakı bütöv atılacaq. Burada isə dəyərli izləyicilər, bu rəngin kodu IM-dir. Biraz qəliz rəngdir, çünki belə deyək, hər vuruluşda düzgün çıxmır. Bu hissələr də kraskalanacaq. Buferin altını görürsünüzsə, yaman gündədir. Və burada bir sürprizlə qarşılaşmışam ki, bu bağlanmamışdı, avtomatik olaraq çıxıb. Bu hissədə vaxtı ilə bir dəfə toxunuşda buralar qırılıb və bunu paykalayıblar. Yəqin ki, yaxşı paykalamayıblar, ona görə qırılıb təzdən. Görürsünüzsə, vəziyyət belədir. Dal qabaq bamperlər bir böyrü kraskalanacaq və badnaşkalar da kraskalanacaq. Çünki badnaşkaların vəziyyəti elə də ürək açan deyil. Əks tərəfdə elədir. Əks tərəfdə cızıqlar və altında görürsünüzsə badnaşkanın altı. Bu hissə əyridir. Burada barmaq girir. Yəqin ki, harasa vaxtı ilə dəyib, cırılıb. Belə dəyərli izləyicilər, başlamışam sökməyə. Sökəndən sonra ola bilər ki, qapıları çıxardım. Çünki qapıları çıxardıb yerdə işləyəcəm və tam şpakulyovka işi qutarandan sonra qruntdur. Mən bunu sizə çəkib göstərəcəm. Qalan hər yerləri salamatdır. Çünki burada damda bilmirəm belə bir şeylər ki var. Bunları proba eləyəcəm. Görüm ləkələr gedəcək yoxsa getməyəcək. Skarisiva yəqin ki, burada kraska qopub. Çünki elə yerlər var ki, belə deyək, quş yəni bura nəzisini buraxanda başlayır belə bir fəsadlar verməyə. Adətən kislata kimi olur. Mənə elə gəlir ki, burada lak yanıb. Çünki görürsünüzsə çökəkliyi var burada. Yəqin ki, polirovkada getməyəcəm, amma nə qədər də olmasa mən bunu proba eləyəcəm. Görüm, bacardığım qədər nəsə bir şey eləyəcəm. Sağ-sol güzgülər kraskalanacaq. Soyulub lakı soyulub. Və faraları belə deyək, təmizləyib bacardığım qədər bunu
şkurka paydırovka edəcəm. Görürsünüzsə. Belə bir çatlar var. Hər iki tərəf belədir. Dəyərli izləyicilərim. Hər iki tərəf belədir. Belə çatlar var. İnşallah bana işləyə-işləyə bana çəkib sizə ətraflı olaraq yenə göstərəcəm dəyərli izləyicilərim. Dəyərli izləyicilər, gördüyünüz kimi mən qruntlamışam və bəzi yerlər ki var idi, xoşuma gəlməyən yerlər, onları da təzədən işləmişəm və burada mokraba mokrumugurun istifadə edəcəm. Ondan sonra başlayacağım kraskaya və dal qabaq bamperlərdə 2 padnoşkadır, bir də güzgilərdir. Bunları da mən gruntdan istifadə edəcəm. İnşallah belə deyək, maşın tam kraskalanandan sonra ətraflı olaraq bir də bana çəkib sizə göstərəcəm dəyərli izləyicilər. Çox güman ki, kraskanı vuracam və perofodu qaldırıb bu hissədə bağlayacağım. Həmçinin də qabaq bamper qaydasındadır, arxa bufer qaydasındadır və padnoşkaların hər ikisi də hazır vəziyyətdədir. İnşallah bunları etap-etap sizə çəkib göstərəcəm dəyərli izləyicilər. Dəyərli izləyicilərim, hal-hazırda gördüyünüz kimi maşın hazırdır. Mən buradan maşını indi sizə göstərəcəm ki, hara qədər mən kraska vurmuşdum və hara qədər opşir laklamışam. Bunu ətraflı olaraq mən sizə göstərəcəm. Deməli keçirik bu tərəfdə. Görürsünüzsə, burada çox belə bir güclü dərəcədə bir seçimi yoxdur, amma nə qədər də olmasın mən bura detal vurmuşam. Az bir miqdarda fərqi var. Kraska gəlib bu hissəyə qədər. Burada nədənsə belə deyək, çox fərq yoxdur. Salam aleyküm. Çox fərq yoxdur, amma nə qədər də olmasa plastik dəmir söhbəti var. Burada bu hissəyə qədər kraska gəlib. Bu hissədən gəlib və lakını axıra qədər mən tamamlamışam. Padnoşkalar göstərmişdim sizə. Padnoşkalar kraskalanıb və detallar da kraskalanıb. Buradan yəni kraskanı gətirmişəm. Bu hissəyə qədər gəlib kraska. Lakı isə dəyərli izləyicilər bura qədər atmışam. İnşallah mən bunu paydırovka edib göstərəcəm. Necə, hansı qaydada çıxıb. Belə dəyərli izləyicilər. Allahın köməyi ilə arxa bamper kraskalanıb. Bu hissəyə qədər kraskalanıb. Amma yenə dediyim kimi nə qədər də olmasa, yəni bu EM kodla belə deyə bütün malyarlar yəni əziyyət çəkir. Sadəcə olaraq vuruluş yox, oturuşu və belə deyək fonun dəyişməsi %99%'dır bu rənglərdə. Ona görə də biraz əziyyət verir. Və burada da dəyərli izləyicilər kraskalamışam bu hissəni, çünki buralar əzilmişdi, bu kantlar yox idi, görürsünüzsə. Kantlar hamısı gəlib yerinə. Budağına qədər hamısı kraskalanıb dəyərli izləyicilər. Təşəkkür edirəm, var olun məni izlədiyinizə görə. Like qoymağı qətiyyən unutmayın, abunə olmağı da unutmayın dəyərli izləyicilər.